güdül ölçüsü mərhələsinə gəldik. Güdülü yonduq, ölçü götürdük. İndi burada görürük ki, divarlar bir-birindən ayrılıb. Bu divarların bir-birindən ayrılmağı anlama gəlir ki, bu divarlar hardasa qırıla bilər diş ətindən belə aşağı səviyyədə. Çünki dişin nazilliyi nöqtə orasıdır, qırıla bilər. Bunlara bulon qoymaq doğru olmazdır. Çünki dişi itirəcəyik və biz bura metal güdüllər hazırlamışıq. Metal güdüllərimiz bunlardır. Bunlara bir baxsaq, içindən keçmə. Bax, metal güdüllərimiz bunlardır. Bu içindən keçib paralel olmadığı üçün bunları ayrı-ayrı saxlamışıq. Və belə bir vəziyyətdədir. İndi bunları sementləyəcəyik. Digər güdülümüz isə budur. Bunları bir yerinə qoyaq, bir baxaq. Məsələn, bu dişin içinə qoyaq bunu. Tamamən doldu və bu bol sementlə olacaqdır. Tamamən boşluğu doldurmuş vəziyyətdədir. Bunları da tam yerinə salıb sementləyəcəyik.